Sabah yoldaşlarınızla məktəblilər gecəsinə gəlin. Sabah? Biz onları görməyəcəyik. Elə isə televiziyafonla danışın. Televiziyafonla? Yox, məsələ ondadır ki, bilmirəm, sinətər başa salam. Onlar çox uzaqdadılar. Televiziyafon üçün uzaq məsafə. Rəşid, bu ki gülünç sözdür. Yox, siz məni başa düşə bilməzsiniz. Siz başa düşə bilmərik, bu da sözdür. Sən bizi nə hesab edirsən? Yox, elə deyil. Mən demək istəyirəm ki, bu mümkün deyil. Bizim uşaqlar sizinlə görüşə bilməzlər. Siz buradasınız, amma onlar bura heç nələ gələ bilməzlər. Bu nədir? Rəşid, məni Zərifəli bir yerdə çək. Məni də çək. Hamımızı bir yerdə çək. Yaxşı, burada durun. Qoyun arxanızda o təzə saray görünsün. Oradan təzə oldu, 2001-ci ildə tikilib. 2001-ci ildə? Əlbəttə. 2001-ci ildə? Bax, burada bir yer. Bax, belə. Çəkirəm. Bir də. Oldu. Rəşid, şəkillərimizi göstər bizə. Necəni göstər? Əvvəlcə yerə negativ çıxardam, sonra şəkilinizi çap edəm. Bu ki Nuh ayamından qalma aparatdır. Sən nə deyirsən? Bu startdır, özü də sonuncu model. Rəşid, keç uşaqların yanına. Gözlə, qoy mən də durum. Rəşid, heykəl kimi donub qalma. Gəl, söhbət et. Zərifə, qızları qucaqla. Bax belə, gülümsən. Rəşid, gülgünə dişlərini göstər. Yaxşı. İndi də ora bax. Söhbət et. Zərifə, qızları qucaqla. Bax belə, gülümsən. Rəşid, gülgünə dişlərini göstər. Belə olar. Yaxşı. Ay aman, bu necə ola bilər? Bu əyyamından qalan aparatla çəkməsən, ola bilər. Bu qədimdən qalma aparatı isə muzeyə bağışla. Bunlar nə kitablardır? Dərs kitablarımızdır. Baxmaq olar. Niyə olmur? Sən mənə dəftər verdin. Foton mühərrikləri.